Salam əziz dördüncülər. Dördüncü siniflər üçün monitoringdən sınaq suallarına baxaq. Riyaziyyatlara baxacağıq. Riyaziyyat suallarına 31, 60-cı suallar riyaziyyatla bağlıdır. Birinci tapşırığımıza baxaq. Deməli, nədir birinci tapşırığımız? 4 ardıcıl natural ədədin cəmi 74-dür. Bu ədədlərin ən böyüyünü müəyyən edin. Deməli, neçə ədədimiz var? 4. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd, bir də dördüncü ədəd. Bu ədədlər haqqında bizə nə deyir? Cəmi 74-dür. Deməli, bunların cəmi 74-dür. Bu ədədlərin ən böyüyünü müəyyən edin. Və bir də ədədlər haqqında bizə nə deyir? Ardıcıl natural ədəddir. Yəni, biri bir hissədirsə, o biri bundan bir vahid böyükdür. Üçüncü ikincidən bir vahid böyükdür. Yəni, üstə gəl 1, üstə gəl 1, o da olacaq, üstə gəl 2. Dördüncü də bir hissə, üstə gələk 3 olacaq. İndi biz burada görürük ki, bizim artıq hissələr neçədir? Bax, fikir verin. 1-dir, 2-dir, 3-dür. Deməli, biz 74-dən bunların cəmini çıxacağıq. 6-nı çıxacağıq və bunu böləcəyik ədədlərin sayına. Ədədlərimiz neçə idi? 4. 74-dən 6 çıxsaq neçə qalır? 68. 68-i də 4-ə bölsək neçə düşər? 6 4-ə 1 dəfə, 28 4-ə 7 dəfə. Deməli, bizim birinci ədədimiz neçədir? 17-dir. Bizdən hansı ədədi soruşur? Ən böyüyünü. Ən böyüyü isə birincidən 3 vahid çox idi. Deməli, biz nə edəcəyik? Sonuncu ədədi, ən böyük ədədi tapmaq üçün 17 ilə 3-ü toplayacağıq. Doğru cavabımız olur B variantı. İndi baxaq. İndi baxaq 32-ci tapşırığa. 5 milyon 300 min 2 ədədinin yazılışı hansıdır? Ədədləri düzgün oxumaq üçün ya əvvəlcədən özümüz yaza da bilərik, yaxud da ki oxuyaq. Burada nə görürük? Təhlillər sinifində 2 var. Bizə nə deyir? Təhlillər sinifində deyir ki, 5 milyon 300 min 2. 300 min 2. Təhlillər sinifində bizə 2 deyir ancaq. Bəli, burada da 2 var. Amma baxırıq ki, burada təhlillər sinifi, minliklər sinifi 520-dir. Milyonluqlar sinifi 2-dir. Bizə nə deyir? 5 milyon. Deməli, bu variant ola bilməz. Burada ayıraq, 3-ünü ayırdıq və daha 3-ünü ayırdıq. Aha, 5 milyon 300 min 2. Deməli, doğru cavabımız hansı variantdadır? B variantındadır. Bunu da oxuya bilərik. Necə oxuyuruq? 3 dənəsini ayırdıq. Bu təhlillər sinifi, bu da minliklər sinifi. 25.302. Yaxud bunu biz özümüzə əvvəlcədən necə yaza bilərdik? Baxın, burada təhlillər sinifi var, minliklər sinifi var, bir də milyonluqlar sinifi var. Milyonluqlar sinifində neçənin adını çəkir? 5-in. Deməli, biz bura 5 yazmalıydıq. 5 milyon. 300 min. 300 min, 300-ü bura yazacaqdıq. Bir də 2. 2-ni bura yazacaqdıq. Amma bilirik ki, təhlillər sinifində 3 rəqəm olmalıdır. Ona görə də bura 2-0 əlavə edəcəkdik. Doğrudan da doğru cavabımız hansı olacaqdı? B variantı. İndi baxaq 33 nömrəli tapşırığa. 296 ədədinin onluq və yüzlüklərinin yerini dəyişsək, 9 rəqəminin mərtəbə qiyməti neçə olar? Deməli, ədədimiz neçədir? 296. Onluğu budur, yüzlüyü də budur. Bunların yerini dəyişsək nə olacaq? 926. Və 9 rəqəmi yüzlük mərtəbədə dayanıbdır. Mərtəbə qiyməti deyir. Deməli, olacaq neçə? 9 vuraq 100, 900. Doğru cavabımız olacaq D variantı. İndi baxaq 34 nömrəli tapşırığa. 500 ədədindən bu ədədin 2də 1-ni çıxdıqda hansı ədədi alırıq? 500-ün 2də 1-i. 2də 1 nə deməkdir? Yəni 500-ün yarısı. 500-ü 2-yə bölürük, vururuq 1-ə. Yenə də neçə? 250. Deməli, 500-dən də 250-sini çıxanda, ümumiyyətlə ədədin yarısını tapanda ilə yarısı qalır. Neçə qalacaq? 250. Deməli, doğru cavabımız olacaq Z variantı. Bölməmizi təmizləyək. İndi baxaq növbəti suallara. Neçədən başlayacaq? 35-dən. Aha.
35'dir. Ne deyir burada? Tərəfləri 7 metr və 12 metr olan düzbucaqlı şəkildə otağın həm döşəməsini, həm də tavanını rəhləmək lazımdır. Deməli, otağın döşəməsi, həm də tavanı. Deməli, tərəfləri bura 7-dir, burada 12-dir. Sahəsi neçə olacaqdır? 12 vuraq 7. Yəni, S bərabər olacaq. 17-din 70, 2 7-din 14, o deyildən isə 84. Amma bu döşəmədir. Bir də bunun üst tərəfi var, tavan. Deməli, onda ümumi sahəmiz nə qədər olacaq? 84 vuraq 2. Bu da neçə eləyir? 168. 168. İndi bizə nə deyir? Deyir, hər 4 kvadrat metr sahəyə, 5 kiloqram rəng sərf olunur. Onda görək bu 168-in içində neçə dənə 4 var? 168-i bölürük 4-ə. 16 4-ə 4 dəfə, 8 4-ə 2 dəfə. Deməli, 168-in içində 42 dənə 4 yerləşir. 42 dəfə yerləşir 4-dədir. Deməli, 42-ni də vuracaq 5-ə. Bu da neçə eləyəcək? 210. Deməli, bizə 210 kiloqram rəng lazımdır. İndi baxaq növbəti tapşırığımıza. Deməli, burada nə deyir? X bərabər 5 olarsa ifadəni sadələşdirin və qiymətini tapın. Gəlin əvvəlcə sadələşdirək. 12x çıxılsın 3x. Neçə qalır? 9x. 9-un üstünə 6 gələndə neçə eləyir? 15x. Deməli, ifadəmizin sadələşmiş forması olacaq 15x üstə gələr 8. İndi bizə deyir x 5-dir. Aha, deməli 15-i vuracaq 5-ə, üzərinə də 8 gələcək. 75 üstünə də 8 gəldik. Neçə eləyir? 83. Doğru cavabımız olacaq A variantı. İndi baxaq 37-ci tapşırığa. 4-də 3 kilometr neçə metrdir? Əvvəlcə biz bilirik ki, 1 kilometrimiz nə qədərdir? 1000 metr. Deməli, 1000 metrin 4-də 3-ünü tapmalıyıq. 1000 metri bölürük 4-ə, vururuq 3-ə. Bu da eləyir 750 metr. Deməli, burada doğru cavabımız olur D variantı. 38-ə baxaq. 2 ədədin cəmi 497-dir. Bu ədədlərdən birinin son rəqəmi 2-dir. Bu 2-ni pozsaq, o bir ədəd alınır. Kiçik ədədi müəyyən edir. Deməli, 2 ədədimizin cəmi 497-dir. Belə yazıram. A, B, deməli, o birisi də neçədir? 2-dir. Rəqəmin biri budur. 2-ni pozsam əgər deyir, buradan 2-ni pozsam, ikinci ədəd alınır. Deməli, ədədim neçə olacaq onda? A, B olacaqdır. Bunların cəmi də neçədir? 497-dir. İndi bu yazdığımıza baxanda biz nə görürük? Görürük ki, B-ni 2 ilə toplamışam, 7 alınıbdır. Deməli, B neçə ola bilər? B bərabər neçə ola bilər? B bərabər 5-dir. Deməli, B ədədi 5-ə bərabərdir. B-nin yerinə 5 yazsam, 5 yazsam. 5 ilə neçəni toplasam 9 eləyər 4-dür. Deməli, A-da nəyə bərabərdir? 4-ə bərabərdir. Deməli, bizim ədədimiz onda neçə olacaqdır? 452 böyük ədədimizdir. 2-ni pozsaq kiçik ədəd alınardı. Kiçik ədədimiz isə 45-dir. İndi yoxlayaq görək bu cəm bizə 497-ni verirmi? 7, 9, 4. 497-ni verir. Bizə deyir ki, kiçik ədədi müəyyən edin. Deməli, kiçik ədədimiz neçədir? Kiçik ədədimiz 45-dir. Doğru cavab burada qeyd olunmuyubdur. Yəqin ki, burada bu 2 artıq düşüb. Doğru cavab 45-dir. Böyük ədəd 452-dir. Bu böyük ədədi göstəribdir. Bax, böyük ədədi göstərib 497-dən 452-ni çıxanda burada neçə qalacaqdır? 45 qalacaq. 75 variantı burada ən kiçik variantdır. Onu kiçik ədəd kimi götürsək, baxın, yəni doğru cavab 45-dir. Amma tutaq ki, 75-dir. Əgər biz 75-i götürsək, bu o deməkdir ki, birinci ədədimiz 752-dir. Sonuncunu pozmuşuq, 75 alınır. Və bu zaman cəmimiz, baxın, 5-dən 2, 7, 2, bu da neçə olar?
827 dolar. Burada isə cəmimiz neçədir? 497-dir. Deməli, ədədimiz neçə olmalıdır? Kiçik ədədimiz 45-dir. Böyük ədədimiz isə 452-dir. Düşək aşağıya. İndi 39-a baxaq. Deməli, bizə nə deyir? Bölən 29, bölən 25, 25. Natamam qismət isə 8-dir. Bölünən ən az neçə ola bilər? Ay, yox, səhv yazdım. Bölən 25-dir, bölən 25-dir. Natamam qismət 8-dir. Bölünən ən çox neçə ola bilər? A, neçə ola bilər? Bizə natamam qismət deyir. Natamam qismət deyirsə, bu bölmə qalıqlı bölmədir. Bölünən ən az olması üçün də qalığımız ən az olmalıdır. Bölən 25-dirsə, qalığımız 1-dən 24-ə qədər qiymət ala bilər. Amma bizə ən çox desəydi 24 götürərdik. Ən az dediyinə görə neçəni götürürəm? 1-i götürürəm. Deməli, A bərabərdir. 25 vuraq 8, üstə gələk 1. Doğru cavabımız neçə olar? 201. Doğru cavabımız olar C variantı. İndi baxaq 40 nömrəli tapşırığa. Günün ortasından 5 saat sonra saat neçə olar? Günün ortası 12:00-dur. Ondan 5 saat sonra da saatimiz üstə gələk 5 saat. Olacaq neçə? 17:00. Deməli, doğru cavabımız olacaq burada B variantı. İndi baxaq. Koordinat şəbəkəsində başlanğıc nöqtəsi hansı hərflə işarə olunur? Koordinat şəbəkəsini yadınıza salın. Oxlarımızı yadımıza salaq. Başlanğıc nöqtə hansı idi bu? Hansı hərflə işarə olunurdu? O hərfi ilə. Deməli, doğru cavabımız olacaq C variantı. İndi düşək aşağıya. Bu tapşırığımıza. Azalanı 11 vahid artırıb, çıxılanı 17 vahid azaltsaq, fərq necə dəyişər? Deməli, bunu xəyali ədəd qoymaqla hər hansı bir ədəd üzərində də yoxlamaq olar. Yaxud gəlin baxaq, azalan, çıxılan, fərq. Azalanı 17 vahid artırıramsa, bax, bunu əgər, bunu 17 vahid artırıramsa, deməli, bu fərqin də qiyməti 17 vahid artır. Azalan artanda fərq də artır. Sonra çıxılanı 17 vahid azaltsaq, yəni çıxılan budur. Yəni xərcdir, elə bilin ki. Onu 17 vahid azaltsaq, 17 deyir, azalanı 11 deyir. 11, üzrlü sayın, yaxşı görə bilmirəm. 11 vahid. Bu isə 17 vahid azaltsaq, fərq necə dəyişər? Yenə fərq 17 vahid artar. Deməli, cavabımız olacaq 28 vahid artar. Bəlkə bu izah aydın olmadı. Gəlin bunu bir dənə ədədlər üzərində yoxlamaqla həll edək. Məsələn, belə bir misal yazıram. 80 çıxılsın 30 bərabərdir 50. Azalanım 80 idi. Bunu nə edəcəm? 11 vahid artıracam. Oldu neçə? 91. Çıxılsın. Çıxılanım neçə idi? 17. Bunu da 17 vahid azaldacam. Olacaq neçə? 30-dan 17 çıxanda 13. Bu səfər fərqim neçə olacaq? 11-dən 3 çıxdıq. 8. 8-dən də 1 çıxdıq. 7. Oldu neçə? 78. İndi əvvəlki fərqim neçə idi? 50. Sonraki fərqim neçə oldu? 78. Nə baş verdi? Artma baş verdi. Nə qədər artdı? 78-dən 50-ni çıxıram. Oldu neçə? 28. Deməli, cavabım olacaq 28 vahid artdı. İndi baxaq 43 nömrəli tapşırığa. Rəqəmlərindən düzəlmiş, hər rəqəmdə yalnız bir dəfə istifadə olmaqla ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Gəlin əvvəlcə ən böyüyü yazaq. Burada ən böyük rəqəm 7-dir. Onu ən yüksək mərtəbəyə qoyacağıq. Rəqəmlərindən düzəldilmiş
En büyük ve en küçük. Yani ki 5 rəqəmlərdə də olsun. Aha, 77, 4, 3, 1, 0. Bu bizim en büyük ədədimiz. En kiçiyimiz 0 əvvələ qoya bilmədik deyə 1-i qoyuruq. 1, 0, 3, 4, bu da 7. İndi bunların cəmini tapırıq. Üstə gəl. 7, 1 ilə 4, 5, 6, 4, bu da 8. Oldu neçə? 84.657. Deməli, doğru cavabımız hansı variantdadır? B variantında. İndi baxaq 44 nömrəli tapşırığa. 44 nömrəli tapşırıqda bizə nə deyir? Deyir ki, ədədlərindən hansılarını minliklərə qədər yuvarlaqlaşdırdıqda 5000 alınır. 4 rəqəmli ədədlərdir. Deməli, sonuncu mərtəbəsi deyilən minlikdir. Təhlik, onluq, yüzlük, minlik. Bura baxırıq. Burada alınır. Burada alınmır. Burada alınmır. Burada alınır. Burada alınır. Burada alınır. Burada alınmır. Burada da alınmır. Deməli, 4 dənəsində alınır. İndi görək bunların hansı düzülür bura? Doğru cavab hansındadır? Gəlin baxaq. Burada ən kiçik ədədimiz neçədir? 4881. Aha, burada başlayır 4881 ilə. Ondan sonra hansı gələcək? Bunu yazdıq. 4954 gələcək. O da var. Sonra gələcək 5100 35. Aha, bu da burada var. Sonra gelecek 5312. Deməli, doğru cevabımız olacaq C variantında. İndi baxaq 45 nömrəli tapşırığa. 35129 ədədində 5 rəqəminin mərtəbə qiyməti neçədir? 5 rəqəminin altından xətt çəkirəm. Təklik, onluq, yüzlük, minlik. Deməli, 5-i vururam 1000-ə. Oldu neçə? 5000. Doğru cevabımız oldu B variantında. 46 nömrəli tapşırığa baxaq. Uğur hazırlayacağı robot modeli üçün dünən biri 3 manatdan 7 ədəd. Vergülə qədər oxudum. Biri 3 manatdan 7 ədəddirsə 7-ni vururam 3-ə. Deməli 21 manat burada. Bugün isə, bu dünən idi, bugün isə 9 ədəd detal aldı. Deməli, 10 da 3 manatdan alıbdı. Deməli, 9-u da vururam neçəyə? 3-ə. Bu da elədi neçə? 27. 27 manat da bugün xərcləyibdi. Uğur detallara cəmi nə qədər pul xərclədi? 21 ilə 27-ni toplayırıq, 48 manat. Başqa necə düşünə bilərdik? Dünən neçə detal almışdı? 7. Bugün neçəsini alıb? 9-unu. Hər ikisi eyni detaldır və qiyməti neçədir? 3. 7 ilə 9-u toplayarıq. Neçə eləyir? 16. 16-nı da 3-ə vuranda yenə də neçə eləyəcək? 48. Şimdi baxaq digər tapşırıqlarımıza. Aldan başlayacaq 47. Deməli, qarışqa 1 dəqiqədə 8 sm olmaqla ağaca çıxır. O hazırda yerdən 24 sm hündürlükdədir. Deməli, bir ağacımız var. Qarışqa da nə qədər qalxıb? 24 sm qalxıbdır. Ağacın burasındadır. İndi bizə deyir ki, D dəqiqədən sonra qarışqa hansı hündürlükdə olacaqdır? Baxın, 1 dəqiqədə 8 gedirsə, 2 dəqiqədə 16 gedir, 3 dəqiqədə 24 gedir, D dəqiqədə isə D vuraq 8 gedəcəkdir. Əvvəldən nə qədər getmişdi? 24. Deməli, olacaq 24 üstə gələk, D vuraq 8. Baxaq görək bu cavabımız hardadır? B variantında. Deməli, doğru cavabımız olur B variantında. Baxaq indi 48-ə. Su qabı 900 ml su tutur. Qabın 1/3 su ilə doldur. Qaba doldurmaq üçün neçə millilitr su əlavə etmək lazımdır? Baxın, qabımızın tutumu nə qədərdir? 900 millilitr. Hansı hissəsi doludur? 1/3 hissəsi. 1/3 hissəsi budur. Deməli, hansı hissəsi boşdur? 3/2 hissəsi. Deməli, biz 3/2 hissəsini tapa bilərik. 900-ü bölürük 3-ə, vururuq 2-yə. Bu da neçə eləyir? 600 millilitr. Deməli, doğru cavabımız burada olur. C variantı.
İndi baxaq 49 nömrəli tapşırığa. İndi səhər saat 8-dir. Sutkanın hansı hissəsi keçmişdir? Əgər səhər saat 8-dirsə, deməli 8 saat keçibdir. Bəs günün batmasına nə qədər qalıb? Deməli 24-dən 8-i çıxarıb. Amma bizdən bunu soruşmur. Demir nə qədər qalıb. Deyir sutkanın hansı hissəsi keçib? Bir sutkamız 24 saatdır. 24-dən 8-i keçibdir. Bunu da ixtisar eləyərik. Yəni 24 də 8-ə bölündüyünə görə bunu ixtisar eləyirik 8-ə. Yuxarıda 1 qalır, aşağıda isə 3 qalır. Deməli hansı hissəsi keçibdir? 3də 1 hissəsi. Onda hansı hissəsi qalıb? Suala verilsəydi 3də 2 hissəsi də qalıbdır. Sonra printerin qiyməti 1249 manatdır. 1249 manatdır. Alıcı əvvəlcə 365 manat ödəyir. Deməli 1249-dan 365-ini çıxmalıyam. 9-dan 5, 4. 14-dən 6, 8. Burada da 11 qaldı. 11-dən də 3 çıxdıq. Qaldı isə 884. Deməli, qaldı bizim 884 manatımız. İndi bizə deyir ki, qalan məbləği 4 aya ödəyəcəyini qeyd edir. Alıcı hər ay üçün nə qədər ödəniş etməlidir? Əgər 884 manatı 4 ayda ödəməlidirsə, deməli, bunu bölürük 4-ə. O da bərabər olur. 8 4-ə 2 dəfə, 2 dəfə, bu da 1 dəfə. Deməli, ayda 221 manat ödəməlidir. İndi baxaq növbəti tapşırığımıza. Bunu silək, hamısını silək. Lövhəmiz təmizlənsin və indi 51-ci tapşırığa baxıram. Nə deyir? 13.282-dən sonra gələn 2 ardıcıl cüt ədədinin cəmini 5-ə böldükdə alınan qisməti tapın. Deməli, 13.282-dən sonra gələn ilk 2 ardıcıl cüt ədəd. Birincisi neçə olacaqdır? 13.284. Deməli, yazıram burada. 13.284. O birisi de olacaq 13.286 və bunları topluyoruz. 4 ilə 6, 10, 0, 1 yadda, 16, bir de yadda, 7, 1 yadda, bu 5, bu 6, bu da 2. Deməli, oldu neçə? 26.570 və biz bunu 5'e bölməliyik. Bölək. Bölək 5'e. Böl 5 bərabərdir. Aşağı tərəfdən yazacağım. 26 5'e 5 dəfə. 1 qaldı. 15 5'e 3 dəfə. 7 5'e 1 dəfə. 25'e 4 dəfə. Deməli oldu neçə? 5314. Və doğru cavabımız olacaq B variantında. Şimdi baxaq növbəti tapşırığımıza. Deməli 52 nömrəli tapşırığa baxaq. Diametri 18 olan, diametri 18 santimetr olan radiusu nə qədərdir? Aha. Olan fiqurun dairənin radiusu nə qədərdir? Diametr nə idi? Gəlin yadımıza salaq. Deməli bir çəkdim belə bir dairə çevrə çəkək. Bu mərkəzdir. Bu radiusdur. Bunu tam uzatsaq nə olacaq? Diametr. Diametr bərabərdir, D bərabərdir, 2R. Bizə nə deyir? Diametri 18'dir. Radiusu neçə olacaq? Deməli, yarıya bölməliyik. 18'i böldü, 2'yə düşdü. Neçə? 9. Deməli, doğru cavabımız olacaq burada A variantı. Şimdi baxaq 53 nömrəli tapşırığa. Deməli, 524, bir də B. Ədədinin 5'ə bölünməsi üçün B neçə ola bilməz? Ola bilməz. Aha. B 0 ola bilər. Çünki 5'ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitənlərdir. 5 ola bilər. 0 və 5 də ola bilər, amma 2 ola bilməz. Bölən 9 olarsa qalıq ən çox necə ola bilər? Deməli, bu xatırlamaya aid olan biliklərdir. 9 olarsa qalıq ən çox 8 olacaq. Çünki qalıq həmişə qalıq kiçikdir, bölən. Böləndən kiçik olur. Baxaq indi 55 nömrəli tapşırığa. 5 tam %12 kəsirinin oxunuşu hansı bənddə verilir? 5 tam %12. Bax, burada verilirdi.
56-da nə deyirik? X bərabər 9 olarsa, əməlinin cavabı neçədir? Deməli, 9, X-in yerinə 9 yazıram. Vurulsun 8, üstə gələk 76. Yəni, 76 ilə 72-ni toplayacaq. 70, 70, 140. 2 ilə də 6-ını toplayanda 8. Olur neçə? 148. Və doğru cavabımız olacaq A variantı. Sonra biraz yuxarıya qaldırıq bu vərəqi. Nə görürük burada? Deyir ki, diaqrama əsasən, qələmini götürüm, diaqrama əsasən 57-60-cı sualları cavablandır. Bəzi dağların adları, hündürlükləri və yerləşdikləri dağ masifləri qeyd olunub. Əndəlüz dağında zirvənin adı nədir? Gəlin baxaq. Əndəlüz, aha, bax, buradadır Əndəlüz dağı. Zirvənin adı nədir? Zirvələrin siyahısına baxırıq. Mulasi. Deməli, cavabımız oldu D variantı. Mulasan dağı Anepopki dağından neçə metr hündürdür? Mulasen dağının hündürlüyü nə qədərdir? 3478 metr. Bəs Anepopki dağının hündürlüyü nə qədərdir? 3404 metr. Deməli, bundan çıxıram 3404 metri. Neçə qalacaq burada? 8-dən 4, 4. 7-dən də 0, 74. Deməli, nə qədərdir? 74 metr hündürdür. Sonra deyir, Mont-Blanc dağının hündürlüyü neçə metrdir? Baxın, buradan baxırıq, Mont-Blanc zirvədir. Gəlirik burada 4807 metr. Deməli, 4807 metrdir. Sonra nə var? Piriney dağının hündürlüyü nə qədərdir? Piriney burada dağ masividir. Aha, nə qədərdir? 3404 metr. Vəssalam. Deməli, monitoring sınaq suallarına riyaziyyatı sizin üçün izah etdik. İnşallah faydalı olar.